Hörmətli izləyicilər, tava betonun relyefin necə olmasına heç bir dəxli yoxdur, heç bir qarışacağı yoxdur. Tava beton çox dayanıqlı, çox möhkəm, çox etibarlı bir konstruksiya hesab olunur. Zəif qruntlarda istifadə olunur. Harda ki çökmə ehtimalı var, tökmə torpağı var, orada istifadə olunur. Monolit yükü paylayır, deməli binanın üzərinə düşən yükü hər tərəfə paylayır, bərabər paylayır və bir tərəfli çökmənin qarşısını alır. Rütubətə qarşı daha davamlıdır, daha dözümlüdür, uzun ömürlüdür. Və mənfi cəhəti odur ki, artıq vəsait tələb eləyir, artıq pul xərci tələb edir. Hörmətli izləyicilər, deməli poduşka deyilir də. Tava beton, Azərbaycan dilində tava. Tava betonun hündürlüyü 40 sm olmalıdır minimum və burada əlavə hörgü divarlarının altından lentvari fundament aparmağa elə bir ehtiyac yoxdur. Çünki 2 mərtəbəli evdir. Bunun üstündə sütunlar qalxacaq və rigel gedəcək. Yuxarı mərtəbənin ağırlığı ötürüləcək sütunlara, oradan da döşəməyə, yəni tava betona. Ehtiyac yoxdur. Yəni olsa da olar, olmasa da olar. Artıq xərcdir. 2-3 mərtəbəli evlər üçün artıq xərcdir. Sadəcə əgər istəyirsinizsə gücləndirmə eləmək, üst armaturlara hardakı sütunlar dayanacaq, əlavə armaturlar əlavə eləmək olar hər 20 sm-dən bir. Yəni ki, hər sütunun ətrafında sütunun oxundan 1 metr, 1 metr 20 sm sağa, sola, qabağa, irəli, geri sıxlaşdırmaq. Yəni 10 sm-dən bir üst armatura əlavə etmək olar. Yəni ki, artıq xərcdir. Bunu kim eləyir? Kim lentvari fundament eləyir? Əgər tava beton verirsə, o adam eləyir ki, o adam bu işə haramçılıq qatır. Necə? Yəni ki, bunun altı ilə lentvari fundament eləyir. Bütün kənar divarların, haradakı divarlar gedəcək. Ancaq aradakı armaturları ya sex armaturu qoyur, ya çox aralı yerləşdirir armaturları bir-birindən və bu da tava betonun möhkəmliyinə böyük xələl gətirir. Markası da heç olmasa B25 olmalıdır, 350 marka. Yəni fundamentə 350-dən aşağı məsləhət görmürəm beton tökməyə.